Quba-Qonaqkənd yolunda torpaq sürüşməsi qeydə alınıb. Hadisə nəticəsində rayonun 25 kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. Yolun 42-ci kilometrliyində baş verən sürüşmə nəticəsində 11 mindən çox sakinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Sakinlərin sözlərinə görə yolun bağlanması onların gündəlik həyatına ciddi təsir göstərib. Xüsusilə ərzaq təminatı və rayon mərkəzi ilə əlaqə çətinləşib. Bir gündə yağan yağışların nəticəsində yollar püskünə qalıb, əhalinin gediş-gəlişi çətinləşib. Dünən gediş-gəliş olub, bu axşamdan belə bir hadisə baş verir. Bura adam qabağına gəlmişəm, gəldim yolu belə bağladı, yəni. Gecə uçub, yəni sürüşmə olub. Yağışlar 3 gündə yağırdı, bir gündə yanıb. O yağışların nəticəsində yolda asfalt bərbad günə düşüb. Hazırda ərazidə vəziyyət nəzarətdə saxlanılır. Əraziyə Quba Fövqəladə Hallar Komissiyasının və digər müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub. Məsələ ilə bağlı Fövqəladə Hallar Komissiyasının nümayəndəsi bildirib ki, sürüşmənin fəsadlarının aradan qaldırılması üçün əraziyə xüsusi texnika cəlb olunub. Yol idarələri, işıq, qaz, digər qurumlarda rabitə, bütün qurumların rəhbərləri buradadırlar, şəxsi heyətlə, kollektivlərlə bir yerdə. Hərə öz sahəsində əraziyə baxış keçirərək, yəni bütün fəsadların aradan qaldırılması istiqamətində artıq işlər aparılır. Hazırda Quba-Qonaqkənd yolunun açılması və nəqliyyatın hərəkətinin bərpası istiqamətində işlər davam etdirilir. Xanım Məmmədova, Layiq Qələndərli, APA TV, Quba.